Misli Premier Ligasının 21. turundan təxirə salınmış mərkəzi qarşılaşma bugün keçiriləcək. Saat 20:00-da futbol severlərin diqqəti yenidən ölkənin ən prinsipial duelinə yönələcək. Neftçi Palimsports Arenada Qarabağ qəbul edir. Gərgin və emosiyalarla zəngin keçməsi gözlənilən bu oyunu Kamranbəy Rəhimovun rəhbərlik etdiyi Hakimlər Briqadası idarə edəcək. VAR otağında isə Elçin Məsiyev qərarları diqqətlə izləyəcək. Qarşılaşma CBC Sport, İdman TV və Peşəkar Futbol Liqasının rəsmi YouTube səhifəsi vasitəsilə canlı yayımlanacaq. Hər iki komanda meydanda maksimumunu ortaya qoymağa çalışacaq. Extra Time Futbol kanalı saat 19:00-dan etibarən Palimsports Arenadan sizlərə ən son görüntüləri çatdıracaq. Biz birbaşa arenadan operativ kadrları sizlərin nəzərinizə çatdıracaq. Söz sizdə əziz azərkeşlər. Sizcə bugün sevinən tərəf kim olacaq? Neftçi yoxsa Qarabağ? Yoxsa tərəflər bugün xalları bölüşdürəcəklərmi? Fikirlərinizi videonun rəy bölməsində yazmağı unutmayın. Extra Time Futbol kanalı klublarımıza uğurlar arzu edir. Güclü olanın qələbə qazanması diləyilə sizinlə sağollaşırıq.